Uşaqlar, başlayırıq birinci sualdan. Ümumiyyətlə suallara baxanda burada Pythonla bağlı suallar daha çoxluq təşkil edirdi. Amma qəbul imtahanında yəqin ki, bundan 3-4 dənə sual az ola bilər. 11-12 belə olur. Burada biraz çox elədim, çünki mövzumuzu da burada istədim ki, görə nə dərəcədə mənimsəmişik. Birinci suala baxırıq. Deməli, T1 bərabərdir. Belə bir siyahı var. İçərisində gördüyünüz kimi elementlər var. Və yadınızdadır ki, sizə də demişdim, bununla bağlı məsələlər işləmişik. Əgər T1-i T2-yə mənimsətdiyimiz anda nə olur? Eyni olur. Düzdür? Burada yazdıq. Bunu bildik artıq. Və təbii ki, bunlar aralarında vergül olmaqla sətr tipindədir də, yəni. Yəni T1-də olan elementlər eyni zamanda T2-də olur. Və bu şəkildə mənimsətmə verəndə T1-də etdiyimiz bütün dəyişikliklər T2-də də olurdu. Düzdür? Yəni nəsə siliriksə, oradan da silinir, nəsə əlavə ediriksə, orada əlavə olunur. Elə əsas məsələ burada, bu sualda bu idi ki, bunu başa düşməyiniz lazım idi. Daha doğrusu tətbiq etməyiniz. A bərabərdir 2025. Burada A daxil olunur. 2025 ədəd olaraq daxil edilir. Və növbəti addımda isə for i in str A. Str A nə deməkdir? Həmin bu A-nın 2025-in, yəni sətr tipində göstərilməsidir. Düzdür? Sətr tipində göstərəndən sonra içərisindəki i nə olacaq? I bir dəfə olacaq 2, bir dəfə olacaq 0, sonra 2, sonra 5. Bunu bilirik də, yəqin ki, problem yoxdur. Yəni parçalaya bilirik, ayrı-ayrı elementlərinə baxa bilirik. Və hər dəfə, bax burada görürük dövrün elementini. Bunu atır hara? T1-ə. Yəni T1 siyahısında 2-ni atacaq bura. Və gördüyünüz kimi burada artıq 2-ni də bura atdığı anda 2 gələcək bura. Düzdür? Və sonra 0 gələcək, sonra 2 gələcək, sonra 5 gələcək. Sətrə çevirdiyimizə görə bunun içərisində atılan elementlər də sətr tipində olacaq. Və T2-ni də bərabər elədiyimizə görə T1-ə avtomatik olaraq burada da eyni şeylər olacaq. 2025, yəni bax ayrı-ayrılıqda element bura düşür. Sonra gəlirik T1-dən remove T-ni deyirik, silsin. Remove nə deməkdir? Bunu götürsün, yəni silsin. Bu T-ni buradan silirsə, buradan da silinir. Sonra gəlirik delete T2 siyahısında ikinci indeksdə duran elementi silsin. İkinci element hansıdır? Bunu rəngini dəyişək, daha yaxşı olur. Bax burada nədir? I, bu, o. Bax 0-cı, 1-ci, 2-ci belə gedir. Düzdür? O silindi. Burada da o silindi. Düzdür? Yeni qalan element nədirsə bir dənə ona baxaq görək hal-hazır nə qaldı. T1-də bu qaldı da, yəni. I, bu, A, R, 2, 0, 2, 5. Düzdür? T1-də bu qaldı. Və eyni zamanda T2-də də bu qalacaq da, yəni. Yəni ki, razısınız. O zaman bunun toplanması nə verir bizə? İkinci siyahının elementini, birinci siyahının elementinin ardında yazırıq. I, bu, A, R, 2, 0, 2, 5. Yəni bu şəkildə yazdıq. Təbii ki, bu sətirdir, bildiniz, bunun xırdalığa getməyək. Bunu aldıqdan sonra bu K-ya mənimsədilir. K siyahısı, yəni bu oldu. Və ardınca nə edirik? K-ya əlavə edirik 2025-i. 2025 burada ədəd olaraqdır. Bir dənə elementdir. Aydındır? Yəni parça-parça, beyazçı kimi parçalamırıq. Sadəcə 2025-i də bura bir dənə ədəd olaraq əlavə edirik. Və salam. İndi uşaqlar, bunu belə yazmağa ehtiyac yoxdur. Bizə lazımdır ki, neçə dənə element qalacaq. Birini tapırsınızsa, avtomatik olaraq ikincidə də eyni şey olacağına görə, aydındır? Yəni belə yazmağınıza ehtiyac yoxdur. Biri nə qədər edirdi? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə element buradaydı. Demək ki, digərini də 8 eləyəcək. Düzdür? 8, 8, 16. Bir dənə də bu 17. Doğru cavab 17. Aydındır? Doğru cavab bu şəkildə idi. Sual var? Sual yoxsa keçə bilərik. Ümid edirəm, sizə də doğruydu. İkinci suala gəlirik. İkinci sualda da maraqlı sualdır. Burada nə edirik? A siyahısının elementləri 101-dir, 22-dir, 130-dur, 5-dir. S bərabər 0. Bura qədər problem yoxdur. For i in A. I nə deməkdir? Bax, A siyahısının elementləri bir dəfə 101-dir, bir dəfə 22-dir, bir dəfə 130-dur, bir dəfə 5-dir. Yəni bunun içərisində, A siyahısının içərisində gəzəcəm. Və hər dəfə gəzəndə nə edirəm? Birinci növbədə ST-yə çevirirəm. Yəni ilk i budur da, düzdür? Bax, birinci o i-ni götür. 101-i. 101 bu idi, oldu 101 sətr tipində. Bax, ST-yə görə oldu sətr tipində. Sətr tipinə çevirəndən sonra bunu artıq biz siyahıya çevirə bilirik. List şəklində də yazanda artıq nətər olurdu? 1, 0, 1. Düzdür? Və
Təbii ki, bunlar da dırnaq arasında. Yəni sətir tipindədir. Aydındır? 1-0-1 oldu. Yəni bizim K siyahımızda bu nə oldu? Təzədən növbəti dövrdə K siyahısının içində gəzirəm mən. K siyahısının içərisində J nə olacaq? Bax, J bir dəfə 1-dir, bir dəfə 0-dır, bir dəfə də 1-dir. S plus. S neçədir başda? 0-dır, düzdür? 0-ın üstünə gəlirəm 1. Amma necə 1? Int J. Intə çevirirəm təzədən. Yoxsa bu ədəd tipindədir, bu sətir tipindədir. Toplayanda xəta verəcək axı. Ona görə çevirdik. Oldu 1. Təzədən üstünə 0 gəlirik. Üstünə 1 gəlir. Neçə elədik? 2. Aydındır? Məsələ burada bitməlidir. Yəni siz bununla qərar verməlisiniz ki, deməli burada ədədin rəqəmlərinin cəmi tapılır. Aydındır? Və s bərabər 0 forun içində deyil ki, deyim ki, hər dəfə sıfırlansın. Sadəcə bir dəfə qiyməti 0 başlanğıc qiyməti. Burada hər dəfə üstündən gəlirik. İndi yenə də hər ehtimala qarşı növbəti elementə baxası olsaq, bu i 101 bitdi, keçirik 22-yə. 22 ədəd tipindədir. Düzdür, 22-ni keçiririk sətir tipinə. 22 olur siyahının içərisində. 2-2 deyək. Düzdür. Sonra K içərisindən gəzirik. Təzədən S plus. Baxın, S-imiz ən son bu ifadəyə görə 2 almışdı. 2-nin üstünə nə gəlirik? 2-nin üstünə gəlirik 2, təzədən 2 gəlirik, edir 6. Düzdür. İndi ta digərlərini yoxlamıram. Burada baxsaq, uşaqlar, avtomatik olaraq tapırsınız ki, bu 2 edir, bu 4 edir, bu 4 edir, bu da 5 edir. Rəqəmlərin cəmi. Nə qədər elədi? 15. Aydındır? Sual var ya. Keçirik. Üçüncü suala. Uşaqlar, bununla bağlı dəfələrcə misal işləmişik. Üstəgələtdəki 20 variantlı sınağın suallarından biri bu tipdə idi. Yəni onu da izah edib paylaşmışdım. Oradan da görə bilərdiniz, amma ümumi işləmişik. Nə deməkdir bu? Biraz bunu gəlin 2 üstünə gətirin. Niyə 2 üstünə gətiririk? Çünki ikili sistem keçmə rahat olsun. Bəli. Gəlirik, yazırıq 2 üssü 4 üssünə 400. Üstə gələk 2 üssü 5 üssü 200. Üstə gələk 2 üssü 100. Bu nə deməkdir? 2 üssü 1600 deməkdir də, düzdür? 1600. Üstə gələk 2 üssü 1000. Üstə gələk 2 üssü 3 qalsın. Bu burada qalsın. Uşaqlar, mən burada bir dənə nümunə göstərim sizə. Demişdik ki, məsələn, bir ifadə götürək 4. Onluq say sistemidir. Əgər biz bunu 2 üssü şəklində göstərə biliriksə, hansı ki göstərə bilirik, o zaman birbaşa 2-liyə keçidə biliriz. Necə edirdik? Ay sağ ol. 1-in yanında 2 dənə 0 yazdıq. 2-liyə keçdik. Yəni 8 olacaqsa nə edəcəyik? 2 üstü 3 yazacağıq. 1-in yanında 3 dənə 0 bu şəkildə yazdıq. Düzdür? Üstü qədər 0'lar düzürdük. İndi burada da eyni şeyi nəzərə alsaq, 2 nə deməkdir? 1-in yanında 1, 2, 3, 4, 5, 6. Təbii ki 1600 üzərindən bura düzəsiz deyilik. Amma 1-in yanında 1600 üzərindən 0 olacaq. Burada nə olacaq? 1'in yanında sıfırlardır. 1000 dənə 0. Düzdür? Və 2 nə deməkdir? 2 üstü 3. 1'in yanında 3 dənə 0. 1, 2, 3, 1'in yanında. Belə hesablayanda toplayacaq da bunları. Düzdür? 0 gələcək, 0 gələcək, 0 gələcək. Burada 1 olacaq. 0 gələcək, gələcək, 0, 0, 1 olacaq. Təzədən sıfırlar gedəcək, bir dənə 1 olacaq. İndi neçə dənə 1 oldu? 3 dənə 1 oldu. Bizə lazımdır ki, neçə rəqəmli ədəddir ki, bu 3 dənə 1-i çıxaq ki, sıfırların sayını tapaq. Ən böyük ədədimiz hansı idi? Bu. Bu nə deməkdir? 1-in yanında 1600 dənə 0, 1601 rəqəmlidir, düzdür? 1600 dənə 0, bir dənə 1. Toplam 1601 rəqəmli ədəd edirsə, bunun da 3 dənəsi 1-dirsə, nə qalır? 1598 qalır. Aydındır? Belə yazmışdınız? Tamam, gözəl. Keçirik növbəti suala. Buradan gəlirik 4-cü suala. Elektron sayğac ASCII kodlaşdırılmasında olan. ASCII görürsünüz. ASCII-də bir simvol neçə bitdi? 8 bitdi. 16 simvolluya keçibsə neçə bit? 4 bit də. Düzdür? Niyə görə? Çünki 2 üstü 4 şəklində göstərib daha tez tapırdıq yəni. 4 bir şəklində göstərirdik. Və bir də 50% isimli. İndi baxırıq ki, 8-dən 4-ə gəlir. Neçə olub? 2 dəfə azalıb. Düzdür? Ümumiyyətlə belə tapırdıq da. S bura N. Nəyə tapırdıq bundan? İnformasiya həcmini tapırdıq da. Düzdür? Simvolların sayını vururduq. Həmin simvol hansı əlifbada kodlaşdırılıb? Ona. İndi burada ASCII var, burada 16 simvollu var və s. və l. İndi burada baxırıq. Ümumi həcm azalıb.
8-dən 4-ə keçib 2 dəfə burada azalır. Mən bunu x götürsəm, düzdür? X bölə 2. 2 dəfə azalır. Düzdür? Alınmış x bölə 2-nin də 50%. 50% nə deməkdir? Bu da 2 dəfə azalmış deməkdir. Yəni çıxar x bölə 4. Əla. Bərabər nə yazıram? 20 byte yazıram. Düzdür? İndi 4 nəyə bərabər? 4 x edir də elə. 20 byte. X də bərabərdir 80 byte. X bərabər 80 byte. Ya da belə baxa bilərdiniz. 80 byte imiş ki, 4 dəfə azalıb. 2 dəfə azalıb olub 40, təzədən 2 dəfə azalıb olub 20. Aydındır? Keçirik 5-ci suala. 15 simvolu əlifba deyəndə nətər yazırdıq? 15 bəli, 2 üstü 3 ilə 2 üstü 4 yazırdıq, 4 deyirik. Düzdür? Yadımıza rahat qalsın deyə belə dedik. 15 nəfər 8 nəfərlik avtobusa sığışmırdı. Düzdür? Böyük 16 nəfərlik avtobus götürürdük və böyüyün üstünü 4 bit. Bu 4 bitdir. 4 bit. Bəs deyərik 130 simvolu əlifba dedik. 2 üstü 8. Yəni 130 2 üstü 7-dən böyükdür, 2 üstü 8-dən kiçikdir, 8-i götürürük. Neçə dənə simvol var burada? 10 dənə. Düzdür? 10 simvol vuraq neçə? 4 bit. Bir də nə veririk? Həmin 10 simvolu bir də burada yoxlayırıq. Neçə? 8 bit. Bu eləyir 40 bit. Bu eləyir 80 bit. Düzdür? İstəyirsiniz byte-a keçirdin sonra çıxın ya da çıxın sonra byte-a keçirin. 80-dən 40-a çıxırıq. 40 bit alınır. Bizdən nə soruşur? Byte-la soruşur. 5 byte. 1 byte 8 bit idi deyə. Düzdür? 5 deyil bəli. Keçirəm. 6-cı suala. Uşaqlar, burada incə bir məqam var idi. Onu çoxunuz görə bilmisiniz. Çətin sual deyil, amma o xırdalığı bilmək lazımdır. 2584, 2500, daha doğrusu 25854 daxil elədik. Bunu sətrə çevirdiyimizə görə nətər oldu bu? Dırnağın arasında, sətr tipində. T bərabərdir 0-dır. Ədəd tipində. Düzdür? For, i, in, n yazırıq. Nə deməkdir? I tək-tək bu qiymətləri yoxlayacaq. Düzdür? Gəzəcək bunların içərisində. Və hər dəfədə əgər int i, yəni int i dediyimiz nədir? Söhbət 2-dən gedir. Sətr tipindədir deyə int-ə çeviririk ki, t ilə, yəni 0 ilə müqayisə apara bilək. 2 t-dən böyükdür, 2 0-dan böyükdür. O zaman if işləyir deyə bu da işləyir. T nəyə bərabər olacaq? 4. Ay sağ ol. 2-ni vurdu 2-yə 4. T-nin qiyməti artıq nə oldu? 4. Burada yazıram. T 0 deyil. Gəlirəm bura. I artı 2-ni yoxladı, keçirib 5 alınır. 5 olanda nə olacaq? Gəlirəm. Int 5. Yəni həmin bu 5 artıq 4 ilə müqayisə aparacaq. 5 4-dən böyük olduğuna görə yenə işlədik. Int i, yəni 5-i 2-yə vururuq 10. Bəli. T artıq 10 qiyməti aldı. Keçirik 8-ə. Gəlirəm bura. Int i 8-i müqayisə edirəm 10-la. 8 10-dan böyükdür? Yox. O zaman bu işləmir. 5 10-dan böyükdür. Bu da işləməyəcək. 4 də işləməyəcək deyə t-nin ən son qiyməti nə qaldı? Elə 10-da qaldı. Doğru cavab budur. Aydındır? Gəlirik 7-ci suala. Alqoritm fraqmentinin icrasından sonra B dəyişənin qiymətini müəyyən edin. Uşaqlar, bunu belə yazıram. Daha aydın olsun. A bərabərdir 128-dir. B bərabər 0. Başlanğıcda bu qiymətləri alıb da, doğrudur. İndi hər birinin qiymətini yazacağım. A kiçik bərabər 2 halına fikir verəndə nə görürük? Nə qədər ki A 2-dən kiçik deyil, yox olacaq da, düzü bu işləyəcək. Elə ki A 2 və ya da 2-dən kiçik olacaq deyə, hə olacaq və onda dövr bitəcək. Düzdür? Və baxırıq ki 2-yə bölür, 2 ilə müqayisə. Hər dəfə demək ki 2 azalacaq da bu. Yəni 2 dəfə azalacaq daha doğrusu. Gəlirəm A 128-dir. 128 2-dən kiçikdir. Xeyr, yəni yox işləyəcək. Bu işləyirsə təbii ki bu da işləyəcək. A-nı bölürəm 2-yə. 128 2-yə bölünsək nədir? 64. B plus A. 0 üstə 64 gələndə 64. Keçirik bura. 64. Bax, dövrün gövdəsi bura gəldi, xətti gəldi. 64 kiçik bərabər 2-dən A-nı 2-yə bölür. Neçə elədik? 32. Düzdür? 64-ün üstə 2, daha doğrusu 32, 96, bəli. Gəlirik bura. 32-yi müqayisə aparırıq. 32 2-dən kiçik bərabərdirmi? Xeyr. 32-ni 2-yə 16. 96-nın da üstünə 16, 112. Doğru. Sonra davam edirik. Nə edirik burada? 16 burada yazıram. 16 kiçik bərabər 2 yox. Yenə də 8 edir.
113-ün üstə 8 gələndə 120 elədi. Təzədən gəlirik. 8 kiçik bərabərdirmi 2-dən? Yox. Gəlirik. 2-yə böldük. 4. Bu elədi 124. Təzədən 4 2-dən kiçik bərabərdirmi? Yox. Yenə də davam edirik. 4-ü 2-yə bölünsə elədi? 2. 124-ün üstə 2, 126. İndi gəldi 2-yə. 2 kiçik bərabərdirmi 2-dən? B-nin qiyməti nə oldu? 126. Aydındır? İcrasından sonra, yəni B-nin son qiyməti 126-da qaldı. Doğru cavab bu şəkildə idi. 8-ci sual. Uşaqlar, bu sualla bağlı dəfələrcə işləmişik. Müqayisə aparmışıq. Ədədin rəqəmləri, kiçiyi, böyüyü, düzdür? Hətta n sayda ədədlə də müqayisə aparmışıq. Mənfi də nəzərə almışıq. İndi burada belə məsələ idi. Uşaqlar, deyək bir nümunə yazım. Elə izah eləməyə çalışım sizə. 2, 5, 7, 3. Bu şəkildə bir ədəd daxil edim. n bərabər 0. While n 0-dan böyükdürsə, böyükdür. n budur da, böyükdür. Bəli. Q-nü tapıram. Neçə elədik? 3. 2573. Ona böləndə qaldı 3 saatdır. İndi müqayisə aparam. Həmin bu Q, yəni 3 m-dən böyükdürmü? Böyükdürsə nə olsun? Yəni bu şərt işlədi. M bərabər Q olsun. Yəni m olacaq neçə? 3. N neçə olacaq? Ay sağ ol. Yazacaq orada. İndi bura nə yazıram? 257. N 257 aldı. 257 0-dan böyük olduğuna görə yenə davam edirəm. 257-ni ona böləndə qalıq 7. 7 3-dən böyükdürmü? Artıq m-in qiyməti 3 olmuş da, düzdür? Bəli, o zaman if işlədi və bu oldu 7. Bu neçə oldu? 25. Əla. İndi 25 yenə də 0-dan böyükdür deyə davam edəcəm. 25-i ona böləndə qalıq 5. 5 7-dən böyükdür. Burada 7 yazmamışdı. 5 7-dən böyük deyildi, if işləmədi. Düzdür? If işləmədi deyə gəlirik birbaşa bura. N-i bölürük 10-a. Neçə oldu? 2. Bu arada 7 də elə 7-liyində qaldı da, düzdür? Bu qalıb 7-liyində. 2 oldu. Təzədən gəlirəm bura. 2 0-dan böyükdür deyə dövr yenə işləyəcək. 2-ni ona bölənə qalıq 2. Və 2 7-dən böyükdür? Yox. Yenə işləmədi. 2-ni ona böləndə tam hissə 0. 0 0-dan böyükdür? Yox. O zaman print m. M neçə oldu? 7-də qaldı. Ən böyük rəqəmi tapın. Düzdür, bu qədər yazmağa ehtiyac yoxdur uşaqlar. Elə məsələn baxan kimi. Yəni bu süturu görən kimi bilməlisiniz ki, söhbət nədən gedir? Tak deyib yazacaqsınız. Yaxşı? 9-cu sual. Uşaqlar, funksiya aid məsələ idi. Qəbulda da funksiya aid məsələlər düşür. Burada sadəcə yenə də bir dənə x-in qiyməti ilə bağlı bir çarptırıcı məsələ var idi. O hissəni nəzərə almısınızsa, nə gözəl. İndi baxaq, orada biləcəksiniz. İbo 2 4. Bu çağırılır, düzdür? Bizim neçə dənə funksiyamız var? 2 dənə. Bir funksiyamız burada, 2 funksiyamız bizə. Bizə nə lazım? İbo. Gedirik bura. X-in qiyməti və Y-in qiymətini yazırıq burada. 2 4. Və yazıram x plus. Neçə edir? 2 plus nə? Art nə? 2. Y-ə nə yazacağam? Art 2 yazacağam, eləmi? Üstə Y. Bax, səhv elə buradadır. Uşaqlar, burada səhv edirik. Sizcə niyə? Yox. Ay sağ ol. X-in qiyməti dəyişmirmi sizcə? X-in qiyməti burada dəyişir axı. Ona görə bax, tələsmirsiniz buna. Gəlirik bura. 2 bizə lazımdır. Art 2 nə deməkdir? Bax, müraciət edirik bu funksiyaya. Art 2. Gəldik bura. A-nın üstə 2 gəl neçədədir? 2-nin üstə 2 4. Bizə nəyə qaytardı? Bizə 4-ü qaytardı. Düzdür? Deməli bu nədir? 4. Bərabərdir 6. X-in qiyməti artıq 2 yox, 6 olur. Burada bax belə yazırıq. Art 6 plus y bərabərdir. Art 6-nı tapmaqdan ötürü gəlirik bura. 6-dır. Bu neçə deyəcək? 6-nın üstə 2. 8. Bizə elə 8-i qaytaracaq. Gəlirik. 8 plus nə? 4. Y 4-dür. 4 nə verdi? 12. 6 bu, 12 bu. X plus y qaytarmalıdır bizə. 18-i seçdik. Keçirik 10-cu suala. Uşaqlar, bu suala baxanda deyirsiniz ki, bu sual bəlkə də qəribə görünə bilər sizin üçün, amma daha qısa necə həll edə biləcəyik göstərəcəm. İlk öncə biz indeksləri yazaq. Görək 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İndeksləri boş-boşuna yazmıram burada. Çünki burada indekslərdən işləyəcəyik. Düzdür? Axırıncının indeksi 9 isə demək ki, burada 10 dənə element var. For i in range. Birdən neçəyə qədər? i-nin aldığı 6 daxil idi. Xeyr. 3, 4, 5. 4 neçə dəfə işləyəcək?
5 dəfə işləyəcək. Bu qalsın bir kənarda, bu bizə çox kömək eləyəcək. İndi gəlirəm bura. İlk olaraq i neçədir? İlk i 1-dəndir. 1-dir də, söhbət bundan gedir. Yəni ilk 1-dir. 1-dən başlayır axı. A ondan i çıxıram. Neçə olur? Ondan 1 çıxan neçə oldu? 9 bərabərdir. Ondan 1 çıxıram. 9. Bu 9-u nəyə vururam? -9. Neçə elədi? -81. Yəni A-nın 9-cu indeksdə duran element nə oldu? -81 oldu. Düzdür? -81 oldusa, burada bir də nə var? Reverse var. Neyi edəcək? Qayıdacaq bu tərəfə. Tərsinə yazıldı. Yəni -81 1 2 3 4 5 6 7 8 9. Düz yazımsa bəli. Hamısı bir yerdə 10 dənə element edir. Baxın uşaqlar, belə bir ifadə aldıq. i-nin bir halını yoxladıq. İndi i neçə olur? 2. 2 halında nə olacaq? Baxın, i bərabərdir. 2 olanda görək nə olacaq? Təzədən gəlirəm. A, ondan 2 çıxıram. A 8 bərabərdir. 8 vuraq, -8 nə elədim? -64. A-nın 8-ci indeksindən duraq. Bax, artıq dövr dəyişib ha. Daha doğrusu siyahının yeri dəyişib. Elementlərin yeri dəyişib. Burada yox. Burada dəyişiklik edirik. 8-ci indeksdə duran element budur da. -64 olur. Və bir də reverse elədiyimizə görə belə olacaq. Yeni siyahımız bu olacaq. 1, -64, -81. Düz yazdıqda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə element olmalıdır. Doğrudur uşaqlar. İndi 2 dənə element tapmışıq da biz. Dövr neçə dəfə işləyəcəkdik? Dövr 5 dəfə işləyəcəkdik. 2 halında. Gələn dəfədə 81 haraya düşəcək? Sola. Sürüşəcək də bu tərəfə. 4 halında nə olacaq? Sağa. 5 halında sola. 81 solda olmayanları silə bilərik. İndi növbəti dəfədə 64 almışıq biz. Burada 64 var mı? Yox. Doğru cavab deyil bəli. Hamısını eləməyə ehtiyac var? Yox. Aydındır uşaqlar. Bu şəkildə. Növbəti dəfəni yoxlasaz əmin olacaqsınız ki, bu halında. Yəni i 3 olacaq. Ondan 3 çıxanda neçə edəcək? 7. 7-ni -7-yə vuracaq, -49 olacaq. Sonra 4 olacaq. Ondan 4 çıxacaq 6. 6-cı indeksdəki elementi vuracaq. Düzdür? -36 və -5-i də bu şəkildə. -25 alacaqsınız yəni. Keçirəm. Tabii bunda vaxt aparmayaq. 11-ci suala. Uşaqlar 2044 kilobayt, 4096 bayt nə qədərdir? 4 kilobayt. Əla. 3 gigabayt nə qədərdir? 3072 megabayt. 220 bit nə qədərdir? 1 megabaytdır. Bəli. Bu da budur. 2044-ün üstə 4 gələn neçə edəcək? 2048 edəcək. Bu da nəyə bərabərdir? 2 megabayt. 2 megabaytın üstünə gəlirik. 3072 megabayt. Üstünə də 1 megabayt. 3070 megabayt. Düzdür, megabaytdan soruşur da. Keçirəm 12-ci suala. Qrafik təsvirin palitrasındakı rəng çalarlarının sayı 2048-dir. Bu təsvirin en və uzunluq ölçüsü sabit saxlamaqla 16 rəngli çalarlı palitraya çevirən zaman təsvirin həcmi 252 kilobayt azalarsa, alınmış qrafik təsvirin informasiya həcmini kilobaytla müəyyən edin. Uşaqlar, bir dənə xatırlatma eləyək. Qrafik informasiyanın həcmini tapanda nə dedik? Dedik belə bir şeydir. A var, B var. Burada piksellər var. A-nı vururuq B-yə və hansı rəng palitrasında kodlaşdırılıbsın. A vuraq B vuraq N. Bu N-ə ya biz rəng dərinliyi dedik, ya bit sayı deyirik. Amma rəng çalarları nədir? Böyük N-dən söhbət gedir. Rəng çalarıdır, rənglərin sayısı və s. İndi burada A vuraq B nədir? Sabit qalıb. Bu dəyişməyib. Dəyişən N-lərdir. Amma böyük N-lə də kiçik N-i əlaqələndirmək üçün nə edirdik? Bu düsturdan istifadə edirik. Ya 2 üstü N, ya 2 üstü N də yazırdıq da, yəni belə. Doğrudur. 2048 nədir? Böyük N-dir. Bu da 2 üstü 11-dirsə. N nədir? 11 bit. Bunlar N1 yaza bilər. İkinci nədir? N2 bərabərdir. 16 rəngdirsə, bu 2 üstü 4-dür. N2 də bərabərdir 4 bit. Vəssalam. İndi bundan buna keçəndə nə olub? 252 kilobayt azalıb. 11 x bit çıxaq 7 x bit. Neynir bu? 4 x. Düzdür? Daha doğrusu bu nəyə bərabərdir? 252 kilobaytı yazaq burada. 252-ni yazdıq. 11 4. Ha, bura 4. Dəqiqə, hə. 4 burada oldu 7x nəyə bərabərdir? 252 kilobaytı. Doğrudur uşaqlar. X də bərabərdir 36.
İndi biz x36 tapmışıq. Bizdən nəyə soruşur? 4x-i soruşur da. Çünki alınmış qrafik təsvir edir. Alınmış budur da. Bu da edir 4 vuraq 36. Bu da 144'də yəni. Aydındır. 13-cü suala keçid alırıq. Uşaqlar, çox sadə sual idi, amma bunu da nəzərə almışdım ki, bir qədər də çaşa bilərik. Çünki bəzən imtahanda olur ki, birinci hansı olar görəsən. Bu budur da, yəni 2 vuraq 3 üstü 3-dür. Bunu bilirsinizsə, avtomatik olaraq cavab bəllidir. Amma ümid edirəm ki, 2-ni 3-ə vurub sonra qüvvətə yüksəltməmisiniz. 14-cü sual. Index və find işlətmişik burada. Uşaqlar, bir daha xatırlatma edək ki, find siyahılarda işləmirdi. Sətirlərdə işləyir. Indeks isə həm siyahılarda, həm sətirlərdə işləyirdi. Burada bu siyahıdır, bu isə sətirdir. İkinci sətirdir. A isə siyahıdır. Bunun indeksi nədir? 0, 1, 2, 3. Belə yazdıq. A indeks 4. Görürük ki, burada ədəd, tam ədəd olaraq 4 axtarırıq. Sətir 4-ü yox. Bunun da indeks neçədir? 2-dir. Düzdür? Burada isə nəyi axtarırıq? Kiçik i-ni. Demin ki, burada da i var. Bu i ilə bu i fərqlidir. Bizə kiçik i lazım. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və salam. Kiçik i-ni ilk gördüyü i-ni tapırdı. Burada da başqa i olmadığına görə elə budur. Bu edir 8. K1 plus K nə verir? 10. Cəmi tapdıq. 15-ci suala keçid ala bilərik. 15-ci sual. Uşaqlar, 15-ci sual qəbul sualıdır. Əslində bu sualla tanışsınız siz. Burada necə yanaşma edirik? Baxaq görək nədən keçirik. Burada birinci növbədə variantlarla keçid edə bilərsiniz. Məsələn, tutaq ki, deyirsinizsə ki, 1 vaid sürüşmə olub, K 1-dir, düzdür? Baxırıq, H 1 vaid sürüşsə nə olacaq? G olacaq. Düzdür, 16-da sayəsində G var? Yox. O zaman bu deyil. Gəlirik 5-i yoxlamağa. 5-də məsələn, baxırsınız ki, 1, 2, 3, 4, 5. H düz gəlir, amma məsələn D-ni yoxlasaq, D-yə bax, 1, 2, 3, 4, 5. Gəlir Y-yə. 16 sayəsində yenə Y yoxdur. 5 də keçdi. Belə də tapa bilərsiniz. Ya da bunu keçirdəcək 16-lıq. Amma 16-da keçirdəndə də nə edirik? 64, 206 bölürük 16-ya. Neçə edir? 4 dəfə 16, 64. Burada 2-ni gətirdik, 0-ı gətirdik, 0 gəldi. Bir dəfə 16, 16 nə verdi bizə? 4 bu altında gətirdik, 2 dəfə. Neçə? 32. Qalıq nə verdi? 14 var, yəni Y. 16 sayəsində 14 Y-dir də, yəni. Uşaqlar, bu Y sizcə birinci simvoldur, yoxsa axırıncı? Sonuncu. Çünki bunun gələcək, burada duran element birinci olacaq. Axırıncı nədir? Əslində fərqi yoxdur hansı olduğunu tapırıq, amma burada bilək ki, H-dır. H demək ki, H-dan nə alınıb? 1, 2, 3. Y alınıbsa, biri 3 mərtəbə sürüşübsə, o birisilər də 3 mərtəbə sürüşəcək də, yəni vəssalam. Deyibəm. Axıra qədər getməyə ehtiyac yoxdur. Aydındır? Düzdür, bunun çevrilməsində belə bir ifadə alınır. Amma buna ehtiyac yoxdur da, yəni. Buradan tapıb baxa bilirik. 16-cı sual. Uşaqlar, müəlliflik hüququ baxımından proqram təminatlarının kateqoriyasına aid deyil. Nəzəri sualdır. Bunu sizdən özdəki uşaqlara da göstərmişdim. Burada bir daha xatırlatma edək. Uşaqlar, ictimaiyyətə məxsus proqram təminatı yadınızdadır. Sərbəst olaraq üzü köçürülə bilən və müəlliflik hüququ ilə qorunmayan proqram təminatıdır. Public domain software. Şərti ödənişsiz proqram təminatı shareware. Ş. Burada da Ş var, burada da Ş var. Şərt var uşaqlar. Yəni müəlliflik hüququ ilə qorunan və pulsuz yayılan proqram təminatı. Yəni pulsuz yayılır, amma müəlliflik hüququ qorunmalıdır. Ödənişsiz proqram təminatı. Ödənişsizdə nədir? İlkin kodu da daxil olmaqla verilir. Aydındır? Ödənişsiz yayılır. Özəl proqram təminatı özəldir. Hansısa bir şirkət üçün, təşkilat üçün, müəssisə üçün ayrıca bir yazıla bilər. Və ticari proqram təminatda bilirsiniz ki, hətta bu telefonlarda daha çox bunu yüklüyorsunuz. Hansısa bir oyunu belə yükləsəz, bizə görürsünüz ki, sizdən pul istəyir. Yəni bunlar idi. Burada isə ümumi anlayış yox idi. Doğru cavab D bəndi idi. Uşaqlar 17-ci suala gəlirik. Yəni bunu yenə də təzələyək. Burada belə bir şey olsun. Deməli, burada yazırıq. A, G, A var, B var, C var, D var, Y var və
Bir də nə var? F var. Düzdür? Bir də hansı şəhərlər var? Paris var, Ankara var, London var, Bakı var, Roma var və Madrid var. Bunu yəqin ki, daha rahat yazmısınız. Belə göstərirəm, daha rahat aydın olsun. İndi baxa ardıcıl gedək. Burada baxırıq nəyə? Deyir ki, A qızdır. Burada yazırıq qız. Bu bizə irəlidə lazım olacaq. Eyni zamanda burada C də qızdır. Burada da yazırıq qız. Düzdür? Getirik. B Parisdə yaşamır. B Parisdə yaşamırsa bura X qoya bilərik. C isə Londonda yaşamaq istəyir. Hələ istəyir. Demək ki, orada yaşamır. C də Londonda yaşamır. Bunları apardıq. Bakıda yaşayan oğlandır. Ay sağ ol. Bakıda yaşayan oğlandır. Demək ki, qızlar olmaz. A Bakıda yaşamır. C də Bakıda yaşamır. Bakıda yaşayan oğlandır. F Madriddə yaşayır. F Madriddə yaşayır. Madriddə yaşayırsa avtomatik olaraq bunlar X-dir. Madriddə F yaşayırsa F digərlərində yaşamır. Bunu da dedik. Ankara'da yaşayan dost, Roma'da yaşayan D adlı, Roma'da yaşayan D adlı. D demək ki, Roma'da yaşayır. Gəlirik bunu da yazırıq. Roma'da yaşayırsa digərlərində yaşamır. Roma'da yaşayan D digərlərində yaşamır. Bunu da yazdıq. C qızdır və Parisdə yaşamır. C Parisdə yaşamır. Avtomatik olaraq C harda yaşayır? Və demək ki, bunları X qoya bilərik. Y Londonda yaşayır. Y Londonda yaşayırsa digərlərində yaşamır. O zaman bunları X-lər düzə bilərik. Burada onsa bir dənə bu qaldı. A Parisdə qalır. Bizə bu lazımdır. A'nın Parisdə olduğunu tapmaq. İstəsək bunu da tapa bilərik. B də Bakıda yaşayır. Bu şəkildə də tapıla bilər. 18-ci sual. Uşaqlar, klaster məsələlərini demişdik ki, hər birinə ayrı-ayrılıqda baxmamız lazımdır. 28 ümumi həcm budur. Daha doğrusu informasiya həcmi budur. Nə qədər yer tutur? Bunu belə yazarıq da. Deyək ki, təsəvvür edək ki, belə bir şəkildədir. 6 litrlik qablardır. 28 litrdə su var. Bunun 6'sını bura, 6'sını bura, 6'sını bura, 6'sını bura, 24, 4'ünü bura boşalda bilərik. Bizə neçə dənə klaster lazım oldu? 5 dənə klaster. Düzdür? 1, 2, 3, 4, 5 dənə klaster. İndi mən qab deyirəm də, misal üçün, indi klasterdən söhbət gedir. Digərində 30 dənə, 30'dur. Baxırıq burada, 3, 4, 5. Təbii ki, hər birini 6 aldı. Yəni, maksimum həcmi boşaltsaq elə 30'u bura yerləşdirə biləcək. 5 klaster də bura gelir. Digərdən gəlir 34. 6'sı bura, 6'sı bura, 6'sı bura, 6'sı bura, 6'sı bura. 30'u getdi. 4'ü bura gedəcək. Düzdür? Yəni, bax, bunlar 6 kilobaytlıq klasterdir. Bunun 6'sı bura, 6'sı bura, 6, 6, 6. 5 dənə 6, 30. 4'ü bura, 34'ü. Yəni, bu o deməkdir ki, 34 kilobaytlıq informasiya həcmi olan fayl nə qədər yer tutdu? 36 kilobayt yer tutdu. Amma neçə dənə klaster lazım oldu? 6 klaster. İstəyirsinizsə ki, klasterləri toplayasınız. 5, 5, 16 edir bu. Vurasınız 6'ya, 16 vura 6, bərabər 96 ya da 30 bu yer tutdu, 31 yer tutdu, 36 bu yer tutdu, belə toplaya bilərsiniz. Doğru cavab C bəndi idi. Gəlirik 19-cu suala. 19-cu sual biraz çətin kimi görünə bilər. Amma baxaq görə nədən söhbət gedir və qısa olaraq necə həll edə bilərik. Gəlin bunu 4 hissəyə bölək. Uşaqlar, A bərabər 0, B, daha doğrusu A bərabər boş siyahı, B boş siyahı, S bərabər 0. Nəsə qaranlıq var burada. Var Ömər. Hər şey qaydasındadır. Yəni, boş bir siyahıdır və 0-a bərabər. İkincidə neynir? 0-dan 100'ə qədər. 100 bura daxildir. 100 bura daxil deyil. 0, 1, ta ki 99. 99 daxildirsə 0 da daxildir. Neçə dəfə dövr işləyəcək? Bəli. Dövr 100 dəfə işləyəcək. 100 dəfə işləyəndə hər dəfə nə edəcək? A-ya da 3 əlavə edəcək, B-yə də 3 əlavə edəcək. 3, 3, 3, 3. 100 dəfə 3 burada olacaq. Burada da gələcək 3, 3, 3, 3. 100 dənə 3 burada olacaq. İndi 3-cü hissə bura sayaq. 4-cü hissəni də bura sayaq. 3'ü eləmədən bir dənə 4'ə fikir verək. Bizdən nə say soruşulur? S burada 0'dır. B'nin inci indeksdə duran elementlər
Yəni B-nin elementləri sıfırdan böyükdürsə, böyük bərabərdirsə, yəni mənfi olmayanların sayıdır da. Biz deməli burada ümumi nə qədər oldu? 100 dənə. Mənfiləri çıxsaq, yerdə müsbətləri tapacaqdır. Yəni sıfır və müsbətləri tapa bilərik. Gəlin nümunəyə baxaq. İlk olaraq nə edəcək? İndi buradakı il hansı dəyərlər alacaq? 0, 1, 2, 3, 4, 5, 6 belə gedəcək. Hətta yazaq 7, 8, 9, 10 ta ki gələcək bura qədər də yəni. İndi A-nın inci indeksdə duran elementi ilk neçədir? 0-dır. A 0 nəyə bərabər olacaq? 0-dan 9 çıxan neçə edəcək? Mənfi 9-u nəyə vururaq? 0-ın üstə 13 gəlir. 13. Mənfi 117. Hələ ki yazıram ha. Bunu əslində yazmaya ehtiyac yox. Mənfi 117. B0 nəyə bərabər olacaq? Mənfi 117 plus 6 olacaq. Mənfi nə edir? 111 edir. B mənfi oldu da. Yəni B-nin 0-cı indeksdə duran elementi olacaq mənfi 111. Bizə lazım bu o zaman işləyəcək. Bu işləməyəcək. Bəs 1 olsa nə olacaq? A0 olacaq neçə? 1-dən 9 çıxır. Mənfi 8. Mənfi 8-i vuracaq neçəyə? 14-ə. A1. Bəli. A1. Necə? Mənfi 112. B1 nə olacaq? Mənfi 113. 3 çedir 6. Mənfi. Yenə mənfi olacaq. 2-də də mənfi olacaq. 3-də, 4-də, 5-də, 6-da, 7-də. Gəlin bir dənə 8-də yoxlayaq. A8 nəyə bərabər olacaq? 8-dən 9-u çıxacaq. Mənfi 1-i neçəyə vuracaq? 21-ə. 8-in üstünə 3 gələcək də 13 gələcək. Mənfi 21. B8 nəyə bərabər olacaq? Mənfi 21 plus 6. Mənfi 17. 15. Əvvəllər 17 edirdi, axır vaxtlar 15 edir. Mənfi 15. İndi uşaqlar 8-də də mənfi oldu. 9-da nə olacaq? 0 olacaq. A0 nə olacaq? A9 olacaq 0. 0 üstə 6. 6 eləyəcək. 9-dan sonrakılarda müsbət oldu. İndi 0 daxil, 8 daxil etsinə 9 dənə. 9 dənəsində mənfi oldusa, ümumi 100 dənə idisə, 91-i alır. Aydındır? Təbii ki, 100 dənəsini yoxlamağa ehtiyac yoxdur. Bir-bir bu dəyişdi, bu dəyişdi, bu dəyişdi, ehtiyac yoxdur. Yəni burada artıq bizdən nə istəyir bu? Bunu necə tapa bilər bundan? Keçirəm 20-ci sual. Ana lövhə üzərində yerləşən komponentlər hansılardır? Ana lövhə, buna deyirik əsas lövhə, sistem lövhəsi, mainboard, motherboard bu şəkildə ifadədə işlədirdik. Üzərində yerləşənlər. SSD bilirik ki, xarici yaddaş qurğusudur. Eyni zamanda HDD də xarici yaddaş qurğusudur. SSD yeni nəsildir. Xarici yaddaş qurğusu da ana lövhə üzərində yerləşmir. Hub'ı da onsuz da təzə keçmişdik. Nə idi? Aktiv avadanlıq idi. Ayrıca olaraq deyək ki, anakartla əlaqəsi yoxdur. Bu şəkildə yerləşmir. Yerdə nə qaldı? Genişləndirmə yuvaları 1, prosesor və operativ yaddaş. Operativ yaddaş nə deməkdir? Ya da RAM deməkdir. Ya da bunun adı əməli yaddaş da qeyd oluna bilər. Uşaqlar, sizə bir dənə nümunə burada göstərim. Burada var idimi? Yazaq. Baxın, elə buradan baxıb görə bilirik uşaqlar. Bunu niyə göstərmədi? Burada baxaq. Görürsünüz, CPU, yəni prosesoru qoymaq üçün yer buradadır. RAM-ları bura taxırıq. Yuvalar bunlardır. Slotlar gedir. Hətta daha geniş baxa bilərik də, yəni belə bir şey. Bununla bağlı yadınızdadır, lövhədə də göstərmişdim sizə, gətirmişdim lövhəni. Baxın, ROM dediyimiz budur, daimi yaddaş qurğusudur. Bu şəkildə yerləşir. Bura, RAM-lar bura və digər deyək ki, bura yerləşən qurğular olur da, yəni. Burada da təbii ki, digər tərəfdən baxa bilsək, belədir. LAN kabeli qoşmaq üçün səs kartı, şəbəkə kartı və s. kimi bu şəkildə də bura yerləşdirə bilir. Yəni anakart budur, bunun üzərində yerləşənlərdən söhbət gedir. Hard disk isə ayrıca yerləşir, yəni. Ya da SSD. Deməli, burada doğru cavab C bəndi idi. 21-ci sual. Uşaqlar, Excel-də aid düşən suallardan birisi diaqramlarla bağlıdır. Burada hansı aralıqdan söhbət gedir? B2, Y2. Yəni bu aralıqdan söhbət gedir. Amma bu aralığı da tapmaqdan ötürü gəlin bir dənə ədədləri tapaq, sonra bir dənə bir şey deyəcəm sizə. Deməli, mənə lazımdır ki, A2, C1 tapım, amma A2-nin qiymətini buradan tapmalıyam. A2 də budur. A1 plus B1. 5-in üstə 3 gələn 8, 8-i 2-yə vuranda 16. A2-dən C1 çıxırıq. 16-dan 4-ü çıxır. Neçə elədik? 12. Əslində bunu tapan kimi bizə
e, buranın nə olduğunu tapa bilirik. Niyə? Uşaqlar, diaqramda demiş nə var idi? Sahil bir istiqaməti var. Yəni birinci dediyimiz bu aiddir bura. Demək ki, bununla bu hara aiddir? Bura aiddir. Və bura nə olacaq? 25. 50%-dən 2 dəfə azdır 25%. Deməli bura nə olacaq? 6 olacaq. Bunu tapdıq. Amma yenə də davam edək bunlarda. B2 bölək C1. B2 nədir? B2 12-dir. C1-ə bölürük. 4-ə 3 eləyir. B1-in üstə C2 gəlirik. B1-in üstdən C2 gəlir. 3-ün üstə 3 2-yə bölür, yenə 3 edir. Gördünüz bax, bununla bu yenə bərabərdir. Aydındır? 3-dən 2 dəfə çox, yəni 12,5%-dən 2 dəfə çox yenə 6 eləyir. 50%-dən 2 dəfə az, 25% yenə 6 edir, yəni 12-dən. İndi burada tapmalıyıq ki, 6 hansı cavablarda var? Alınır. B2-ni C2-yə bölsək, 12-ni bölsək 3-ə 4 edir. Bu deyil. Yəni 1 olanları silə bilərik. B1 plus D2. B1 neçədir? 3'dür. D2 neçədir? 3'dür. 3'ün üstə 3 6 edir. Yəni 2 doğrudur. 2 olmayanı silə bilərik. Qaldıq burada. Heç 3'ə baxmaya ehtiyac yoxdur. Çünki ya 4'dür ya 5'dir. 4'ə baxaq. A1-in üstə B1 gəlirik. A1 5'dir. B1 B1 3'dür. 5'in üstə 3 8 edir. Demək ki, bu deyil, budur. Həqiqətən baxaq görək bu durumu. A1-in üstə D1 gəlirik. A1-in üstünə D1 gəlirik. 6 edir. Doğru cavab 2 5. Keçdik 22-ci sual. Failin tam adının doğru ardıcıllığını müəyyən edin. Uşaqlar, birinci növbədə disk gəlməlidir. Məsələn, tutaq ki, biz hər hansı bir fayla girək buradan. Deyək ki, mən gəlirəm burada. Bura baxdığımız anda görürsünüz C diski. Aydındır? C diski bu şəkildə gəlir və ən nəhayət failin adı və uzantısı bu şəkildə gələcək. Bunu failin üzərində də baxa bilirik də bu şəkildə. Baxın, belə də baxa bilirik getdiyi yola. İndi bizə lazımdır ki, burada yoxlayaq. Deməli, ilk olaraq 2 gələcək. F ilə başlayacaq. F ilə başlamayanlar, yəni 2 ilə başlamayanları silə bilərik. Bunlar getdi. Sonda failin genişlənməsidir. Hamısında 1 gəlir. Burada 3 eynidir. Əmin olaq ki, ikisi eynidir. Burada fərqli olan 6-dır. 6-nı yoxlayaq görək ki, ola bilərmi? Baxın uşaqlar. Əgər birinci 2 gələrsə, burada görürsünüz bir dənə xətt var. 6-nın özündə də bir dənə xətt var. Fayl adında 2 dənə xətt gəlmir. Ona görə bunu da silə bilərik. Qalırıq burada. 3-ə baxmaya bilərik, çünki ikisində də var. Burada yazıram. Deməli bu olsa informatika. Gələcək bir dənə xətti var. İndi 4 mi gəlməlidir, 5 mi gəlir? Bir dənə xətt var artıq burada. 4 gələ bilər, çünki xətt var. 4 gələ bilməz, D bəndi. Aydındır? Baxsaz 5 gələcək, misi 4 gələcək, sonra 4 gələcək burada. Yəni abituriyent olan hissə gələcək, sonra 6 gələcək. Yəni info alt xətt misi və bir də docx gələcək bu şəkildə. D bəndi idi 22-ci suala. 23-cü sual. Burada da baxırıq nəyə? Uşaqlar, bu aralığı götürmək istəyirik. Amma bunu onluqda təsvir eləməliyik də biz. 0,1 yazır. Nə olur? 3 bura 8 üstü 1 plus 4 bura 8 üstü 0. Nə verir? 28. Bu nə vurur? 4 bura 16 üstü 1 plus 8 bura 16 üstü 0. 16, 8, 72. Amma burada görürsünüz kiçikdir işarələri var. Yəni bu aralığı biz seçməkdən ötürü əslində bu deməkdir də. Yəni x 29-u kiçik bərabərdir və 71-dir. Razısınız? Bu parça şəklində olacaqsa belə yazır da 71-dən 29 çıxır üstünə 1 gəlir ki, ümumi sayı tapaq. Bu da neçə edir? 42, 43. Uşaqlar, bu metodla misal işləmişdik. İndi burada sadəcə n böyük 0 yazmamışam, kök altı n yazmışam. Təbii ki, kök altıdırsa 0-dan böyüksə olsa, yəni bu nə deməkdir? N vuraq 0,5 bu deməkdir də, yəni n üstü 0,5. Bu nə deməkdir? N üstü 2-də 1, bu da kök altı n deməkdir də, yəni. Buna yazmışıq. İndi bu prosesdə nə edirik? Qalğı tapırıq, S-ə vururuq. Hətta bunu alqoritmləri keçəndə yazmışdıq biz. S vuraq 10. İlk öncə T-ni tapaq. T neçə oldu? 10-a bölən 3. Əla. Nə edirik? S nə olur? 3 vuraq. Daha doğrusu 0 vuraq. 10. Bu 0'dır. 3'ə 3 nə verdi bizə? 3. N neçə oldu? 278. Gələn dəfə nə edirik? Bu şərt ödəndiyinə görə T bərabərdir n faiz 10. 278 10-a bölən neçə verir? 8. İndi 3 vuraq 10 plus 8 nə verdi? 38. N neçə oldu?
27. Kök altı 27 sıfırdan böyük olduğuna görə yenə davam edirik və qalığı tapırıq. T bərabərdir. Yəni 27-də qalıq nə verəcək? 7. Həmin bu 38-i vuracaq ona, üstünə gələcək 7. 387 verəcək. 27-nin də ona bölən nə verəcək? 2 verəcək. 2 kök altı 2 sıfırdan böyük olduğuna görə yenə dövr işləyəcək. 2-ni ona böləndə qalıq 2 verəcək. 387 vuraq 10. Üstə də 2 verəcək 3872. Neynədir? Tərsinə çevirdi. Yəni bu tərsinə çevirmə üsullarından birisidir onsuz da. Yəni şərt deyil ha bir dəfə yazdı. Elə görən kimi bildiniz. Yəni bir mərhələni bildiniz, ikisini bildiniz, dayandırıb cavabı yazmanız lazımdır. Tərsini yazırdı. 25-ci sual. Alqoritm fraqmentinə əsasən nəticədə x dəyişəninin 59 qiyməti çap edilmişdir. Buna əsasən y dəyişəninin daxil edilə biləcək ən böyük natural qiymətini müəyyən edin. Uşaqlar çöldə nə olub? 59 qiyməti çap olunub. Başlanğıcda x nə olub? 4. X bərabərdir 4 yazıram. Görək ki 59 neçə dövrdən sonra olub? 100 neçə olub? X-in üstünə 11 gəlmişik. Neçə olur? Olub 15. 15-in üstünə 11 gəl neçə edir? 26. Düzdür. Sonra necə olur? 11 gəlib 37. 11 gəlib 48 olub. Bir dənə 11 gələndə aha 59-u alıb. 59-u neçə dövrdə aldıq? 5 dövrdə. 5 dövr bu işləyibsə, 5 dövr bu da işləyir. Dövrün gövdəsində bunlar. Bu işləyirsə bu da işləyir. Bu da hər dəfə neçə eləyib? 300 artıb. 5 dəfə artıbsa neçə olur? 15. Aydındır? İndi bax diqqətli olun ha burada 100 kiçikdir. Kiçik bərabər də ola bilər. Bu şərtləri nəzərə almanız lazım. Hər hissəsindən gələndə y99 olur, həm böyük olursa. Həm dəfə dövləçəndə yox hissəsindən geçir, yəni 102-dən sonra. Hə, bəli. Amma nəyin qiyməti? Y-in daxil edə biləcək qiymətini soruşuruq. Yekun qiyməti yox. Burada nə daxil edirik? 102-dən 15-in çıxacaq. Hə, indi baxın burada biz baxırıq belə. 5 dəfə bu işlədi. 5 dəfə də bu işlədi, 15 dedi. 100-dən 15-i çıxanda neçə eləyir? 85. Həmin bu 85 ən kiçik qiymətdir. Uşaqlar bu şərti ödəyən digər qiymətlər də ola bilər ki, 86 da ödəyir, 87 də ödəyir. Aydındır? Ən böyük qiyməti olması üçün burada şərt nədə olur? 100 olsa ödəyəcək, yox. Y 99 olacaq da yəni. 99 olanda bu şərt ödəyəcək. Gələn dəfə Y nə olacaq? 102. Razısınız bunu? Hə. İndi baxaq istəyirsiniz bu şəkildə. Yəni 102-dən 15-i çıxıb tapa bilərsiniz. Mən bura 85-də qoya bilərəm. 87-də qoya bilərəm. İstəyirsiniz 87-ni qoyaq. Birbaşa nəticəni yoxlayaq. Amma hansı ki 85-i aldıq da bir yax. Ki neynədik? 100-dən 15-i çıxıb 85-i tapmışdıq da yəni. İndi baxın uşaqlar 87 olsa nə olacaq? Mən bunu bir dənə burada təzələyək. Yazıram. 87 olsa, Y-i 87 daxil edin. 87 100-dən kiçikdir. Bəli, X-in üstə 11 gəlir. Neçə elədik? 15. Y-in də üstə neçə elədik? 90. Doğrudur, uşaqlar. İndi təzədən bax, buradan bura gəlirəm. 90 kiçikdir 100-dən. Bəli, X-in üstə 11 gəlirəm. 26 düz almışam da, olmazsa yazmışam deyə təzədən yazıram. 90 üstə 3, 93. Təzədən gəlirəm bura. 93 100-dən kiçikdir, bəli. Bu olacaq 37, bu olacaq neçə? 96. 96 100-dən kiçikdir. Hə. X-in üstə 11 gəlirim. Elədi 48. Y-in üstə 3 gəlir neçə elərim? 99. Ən böyük ala biləcək budur da onsuz da. 99 100-dən kiçikdir. Bəli. 59 elədi bu. 99-un üstü gələndə 102 elədi. 59-u aldıq. Harda? 87 olanda. Bunun doğru cavabı 87 idi. Ən böyük qiymət, natural qiymət bu idi. Aydındır, Ömər? Aydındır. Gəlirik 26-ya. 26-da uşaqlar, mən aidisini müəyyən edin. Deyirəm, bir neçəniz elə sayı yazmışdınız. Doğru götürülmür elə olanda. İndi baxaq görək burada nə deməkdir. Burada sadəcə biraz diqqətli olmalısınız. Burada mötərizə var. Bax, bu mötərizəni silsəm. Çox şey dəyişir. 5 plus 8, 5 plus 8. Bu mötərizələri silə bilərəm, değil mi? Bəli, bunları silin. Bir getdi. Növbəti addımda baxaq uşaqlar. İnformatika burada açılıb, burada bağlanıb.
Sadəcə mötərizədə diqqətli olmalısınız. Notu yazıram burada. Baxın, bu mötərizə qalıb informatika kiçikdir 92. Bax, bunu nəzərə alırıq. 92-dən kiçik olanlar hansılardır? 1-6. Yox, 2-6. 2-6. Ailənin də adı buradadır. 2-6. Bunu yazdıq. Sonra and. Riyaziyyat kiçik bərabərdir 98. 98-dən kiçik bərabər olanlar 1, 2, 6. Or. Baxın uşaqlar, not buna aiddir. Görürsünüz, mötərizə buradan bağlandı. Or fizika böyükdür 91. Fizikası 91-dən böyük olanlar. Belə bunların ilk dörtlük də 1, 2, 3, 4 bərabərdir. Not saxlayıram hələ ki. Bunların kəsişməsi nə verir bizə? 2, 6. Or 1, 2, 3, 4. Not nə deməkdir? Olmayanlar. Yəni 2, 6 olmasın. Yerdə nə qalır? 1, 3, 4, 5. Or 1, 2, 3, 4. Birləşməsi 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 5 yazanlarınız var idi. Bu özünüz bildiniz artıq. 27-ci sual. Uşaqlar, 27-ci sual da uyğunluq sualıdır. Say sistemi ilə bağlı olan sualdır. Biraz bəli, vaxt apara bilərdi, amma yazaq burada 0, 1, 0, 1. 0, 1, 0, 1. Belə gedəcəyikdə düzdür. Hər birini nəyə keçirməliyik? Onluğa keçirməliyik. Ki, görək. Deməli, A-nı yazırıq. Nə olacaq? 2 vuraq 8 üstü 1, üstə ilə 4 vuraq 8 üstü 0. Plus 6 vuraq 16 üstü 1, plus 10 vuraq 16 üstünə 0. Razısınız? Bunu ayrıca, bunu da ayrıca yazdım. Bu şəkildə onluğa keçirdəndə belə yazdım. Vurma üsulunu. 2-nin 8-ə 16 üstünə 4 gəldik. 20 üstünə nə gəldik? 6, 16, 96 üstünə də 10-da burada gəldik. 126. Burada artıq cavabı görə bilərik, amma tələsməyək. Çünki bir neçəsi uyğun gələ bilər. 51, bir dəqiqə bunu belə yazaq. Birbaşa yazırıq. Yəni 5-i vuracaq 8-ə. Neçə eləyəcək? 40 üstünə gələcək 1. Birbaşa yaza bilərəm, yoxsa bunu da yazam, sonrakıları yazarım. 5 vuraq 8 üstü 1. Üstə gələk 1 vuraq 8 üstü 0. Üstə gələk deyin. 1 vuraq 16 üstünə 1. Üstə gələk F neçə idi? 15 vuraq 16 üstü 0. Bu elədi 41. Bu elədi neçə? 15, 16. 15, 31. Bu da 72. C gəldik. 6-nı 8-ə vura neçə eləyəcək? Üstünə də 4 gəlirik. 52. Üstünə gəlirik. 4 dənə 16. 64. 10. Yəni 74. Neçə eləyir? 126. Gəlirik D-yə. 7-ni 8-ə vurur. 56 üstünə gəlirik. 1. 57. Üstünə gəlirik. Sadəcə 15. 72. Gəlirik ən nəhayət. Axırıncıya 3 vuraq. 8, 24-ün üstünə 5 gəlir, 29, üstünə gəlirik, 16-nın kvadratı, 256 plus, 16 plus 2. Bu da yəqin ki, bu eləyəcək, baxaq, 256, 16, 2, 303 eləyər də hər halda. Elə eləyir? Bəli, 303-də bu elədi. Onluğa keçirdik hər birini və salam. 1, uyğun gəldi, A və C, 2-yə uyğun gəldi. Y, 3-də B və D. Bunu da yazdıq və gəlirik 28-ci suala. 28-ci sual uşaqlar. Bir neçə variantda göstərəcəm sizə. Deyək ki, belə yazaq. İlk öncə bizdən nə soruşur? Bizdən bax, bura baxanda görürük ki 2 buradadır, 2 buradadır, 4 buradadır, 4 buradadır. Bu bura qədər gedir və bir dəfə də mənfi olub, bir dəfə müsbət olub. Mən belə bir şey demək istəyirəm. Demək istəyirəm ki, i-ni başda 2 götürüm. Nə qədər ki 2 n-dən kiçik bərabərdirsə, bu işi görsün. S bərabərdir. S plus x üstü i bölək i. Və i-ni də 2 vaid artırım. Yox. Bu şəkildə o variantda da yazacağıq. Və belə yazıram. Aydındır? Və i 2-dir. X-in kvadrat bölə 2 olacaq. Gələn dəfə i neçə olacaq? 4 olacaq. 2 plus 2, 4 olacaq. X üstü 4 bölə 4 olacaq. Növbət dəfə 6 olacaq. Yəni belə gedəcək yəni.
Və dövrü də yazaq. Gəlin bunu elə loqaritmdə yazaq. Burada göstərim sizə. Baxın, bu declare hissəsi sizə lazım olmayacaq da, yəni kağız üzərində ehtiyac yoxdur. Burada sadəcə bu proqrama uyğun yazırım. NX-i yazacağam. Sonra bizə lazımdır ki, S-i yazaq, I-ni yazaq. Hətta bir dənə ifadə daxil edəcəm, birazdan biləcəyik. Bura N-i daxil elədim. Gəlirəm, bura X-i daxil elədim. Bura gəlirəm. S bərabər 0 götürdüm, düzdür, S-in başlanğıc qiymətini. I-ni neçə götürdüm? I-ni 2 götürdüm. Bura birazdan qeyd edirəm, hələ ki bunu deyim sizə. Uşaqlar, while deyirəm. I kiçik bərabərdir 2 vuraq N. Olduğu müddətdə nə edirik? Həmin o düsturu yazıram. Nətər yazmışdıq? S bərabərdir S plus X üstü I bölək I. Doğru. Və bunu yazdım. Bura yazıram. I bərabərdir I plus 2. Uşaqlar, sadəcə burada bir dənə məsələni nəzərə almalıyıq. Sizcə nə idi? Bir dəfə müsbətdir, bir dəfə mənfidir. Bir dəfə müsbət, bir dəfə mənfi. Proses bu şəkildə gedir. Bunu da nəzərə alsaq, bax bunu demək istəyirdim. Burada K bərabərdir 1-i götürürəm. Bu prosesi görəndən sonra K dəyişsin. K bərabər olsun mənfi K-yı. Vəssalam. S-i çapa verək. S-i çapa veririk. Və burada gəlin bunları daxil edək. Burada daxil edəndə bir dənə bir şey deyəcəm. I-ni və K-nı daxil edirik. S-i yazmayacağım burada. Niyə? Çünki bu proqrama xasdır ha uşaqlar. Onu ayrıca yazacağım. Çünki S-i real tipində nəticə çıxsın. Tamı yox. Int versəm, məsələn 5 tam neçə çıxmayacaq da, yəni 5 çıxacaq. K vuraq. Bax bu şəkildə. K vuraq yazdıq və yoxlayırıq. 3 yazıram, 2 yazıram, 8 tam bu şəkildə gedir. Aydın, yəni belə çıxmalıydı. Yəni bu deməkdir, yəni bunu yoxlasaz 2-nin kvadratı bölə 2, 2 üstü 4 bölə 4, 2 üstü 6 bölə 6. Aydındır? İndi bunu dəyişə bilərik uşaqlar. Bu burada qalsın. Mən belə bir dəyişiklik edirəm. Bunu i kiçik bərabər 2n demirəm. I kiçikdir bərabər n deyirəm. I-ni 1-dən başladım. Elə sizin dediyiniz üsulla yaza bilərik. I bərabərdir I plus 1 deyərik. Doğru. Sadəcə burada nə yaza bilərik? K üstü 2i. Və burada da yazıram nə? I vuraq 2. X üstü 2 bunu mötərizədə almamışıq axı. Düz deyil. X üstü 2 belə olması lazımdır. Yəni I vuraq 2-yə bölməyimiz lazımdır. Və gəlirəm 3, 2 bu qiyməti aldıq. Bir də uşaqlar, belə bunu bu şəkildə də yaza bilərsiniz. Burada nədir? Məsələyə bir dənə baxın. Əslində elə bu verilib də bizə. Mənfi 1 üstü I plus 1 vuraq X üstü 2 vuraq I bölək 2 vuraq I. Yəni. Ayrıca bir K-ya ehtiyac yoxdur. Yəni onu demək istəyirəm ki, bunların hər birinə aid əlavə məsələlər işlənmişdir. İndi burada da yazıram nə? I plus 1. Düz deyil. Məsələyə baxırıq, amma köçürləndə mənfi 1 üstü 1-dir də onsuz da. I plus 1 yazacağıq. Bu həmin düsturu yazır. Yaxşı olar ki, uşaqlar, kağız üzərində yazırsınızsa, elə bu şəkildə yazın. Aydındır. Məsələn, S bərabərdir S plus mənfi 1 I plus 1 vuraq nəçəsə yazırsa artıq X üstü 2 vuraq N bölək 2 vuraq I. İdir bunlar. Biz ilə yaz. Belə yazmanız düzdür, yəni düz götürülür. İndi bu proqrama xas olaraq mən belə yazdım da, yəni bu zamanda mötərizələri və s. nəzərdə tutmamız lazımdır və burada da yoxlasaq bu cavabı almış oluruq. Aydındır? Keçirik 29-cu sual. 29-cu sual əslində rahat sualdır oxusa baxanda. Burada nə deməkdir? Sətr daxil edəcəyik. Sətrin simvollarının sayını tapacağıq. Simvolların sayı təkdirsə kvadratının, cütdürsə kubunu tapıb yan-yana yazacağıq. Və bunu da gəlin burada yazaq. 29-cu sual. Deməli, A bərabərdir input deyirik. Uşaqlar, nə edirik? Sətrin elementlərinin siyahı halına yazmaqdan ötürü A bərabərdir A nöqtə split. List işlədə bilmərik burada. Çünki list hər simvolunu ayrı-ayrı atacaq sətri. Bizə lazımdır ki, boşluğa qədər, yəni söz açsın. Ona görə A splitdən istifadə edirik. İstəyirsiniz yoxlayaq. Print A yazırıq və buna baxaq.
Deməli, burada yazıram. Salam, millət, necə? Gördünüz uşaqlar, bax hər birini ayrı-ayrılıqda siyahıya atmış oldu. İndi bunu silirik. Biz siyahımız hazırdır. Sətri siyahıya çevirdik. İndi nə edirik? Bizim bir dənə boş sətrimiz olmalıdır. Bunu yazırıq və giririk for in aya. Keçdik siyahının içərisinə. Deyirik ki, if len i həmin i'nin simvollarının sayını tapırıq. 2-yə böləndə qalıqda 1 alınırsa bu nə deməkdir? Təkdir də, düzdür, simvolların sayı təkdir. Simvolların sayı təkdirsə nə edəcəyik? S bərabərdir, aha, sonra S plus bəli, STR ona görə çeviririk ki, sətri toplaya bilək. Len i len i üssü neçə? 2. Yəni qüvvətə yüksəldib sonra STR-ə çevirir ki, bu da STR-dir də, yəni bunları toplaya bilək. Əks halda isə Ctrl V deyirik, sadəcə bunu nəyə çeviririk? Bunu 3-ə. Nəsə qaldı burada, mötərizə qaldı. Və print S. Bu niyə belə? Neysə, hə, bir dəqiqə bu düyməyə basmışıq. Yayıncı print S. Bunu bir qədər qaldıraq. Ne yazırıq? Word Club informatika dərsi. Düzdür, uşaqlar. Neçə dənə simvol var? 10 dənə. 10 dənədir. Onun kubu cütsə kubu idi da. Yo. Burada bax yazmışıq, baxın. Cütdürsə kubunu, təkdirsə kvadrat, düz yazmışıq. Yəni problem yoxdur. Keçirik 30-cu suala. 30-cu sualda bir qədər uşaqlar vaxt apara biləcək sual ola bilər və ya biraz da fikirləşə bilərsiniz ki, çətindir. Amma buna aid də məsələlər işləmişik. Ardıcıl gələn, ən çox təkrarlanan, A-nın sayı, B-nin sayı, ümumiyyətlə simvolların sayı. Burada isə ardıcıl gələndən söhbət gedir. Yəni burada başqa bir dənə 8 ola bilər. Burada başqa 8 ola bilər. Bizə bu lazımdır. Aydındır? Ardıcıl gələnlərin sayı. Və indi bunu necə yazırıq? N sayda ədəd daxil edəcəyik. Bunu da biz bir neçə dənə deyək ki, qaydada işlətmişdik də, yəni for-la, while-la, while-ın hətta n böyük 0, n-1-dən yazmışdıq. Sonra nə? Map-la yazmışdıq. İndi burada for-la yazacağam uşaqlar. N bərabərdir int input. Int input bunu yazıram. Boş bir siyahını açdım. For nətər yazırdıq? For in range nə yazırdıq? 0-dan n-ə qədər. Sadəcə n də yaza bilərdik də burasını. Ya 0-dan götürür də onsuz da. 0-dan n-ə qədər s.append nə eləsin? Int input ilə birbaşa içində də yazmaq mümkün olduğuna görə belə yazdım. Daxil etdiyim ədədi atdım s-ə. Mənim siyahım hazırdır. Və bu siyahımızın içərisinə indi girə bilərik, yoxlaya bilərik. Deyirəm ki, for in range. Uşaqlar, hardan? 0-dan mən baxın, müqayisə aparacağım. Bir dənə bu məsələyə baxın. Deyirəm ki, 0-cı indeksdə duran elementlə 1-ci indeksdə duran element bərabərdirmi? Bu nətər yazacağım? Bunu S işarələmişiksə, S0 bərabərdirmi? S nəyə? 1-ə. İndi 0-1 bilmirəm də, yəni siyahdakı elementlərin sayı dəyişə bilər deyə S-i-dən istifadə edəcəm. S-i bərabərdirmi? S-i plus 1-ə. I-nin başlanğıc qiymətini 0 götürəcəm. Düzdür Aydan? İndi 0 götürmüşəmsə 0-la 1-i müqayisə apara bilirəm. 1-lə 2-yi müqayisə apara bilirəm. 2-lə 3-ü aparıram. 3-lə 4-ü, 4-lə 5-i, 5-lə 6-nı, 6-ilə 7-ni, 7-ilə 8-i, 8-ilə 9-u və bunu da yoxlayacağım. Axı, mən deyəcəm ki, S9 bərabərdirmi S10-a? Doğrudur. Axı 10 yoxdur. O zaman xəta verəcək. Aydındır? Mənim verim yox. Bu i plus 1-ə görə xəta verəcək. Aydındır? Amma mən gəlirəm burada. Ona görə şərti belə yazıram. 0-dan simvolların sayından len s-dən çıxıram 1.
Lakin 8-ə qədər getsin. 8 olanda 9-u müqayisə edə biləcək də, yəni. Belə olan halda yazıram ki, əgər if s-in i-ci indeksdə duran elementi bərabərdirsə s-in i plus 1-ci indeksdə duran elementinə nə olsun? Sayımız 1 vahid artsın. Amma say harda var? Siyahıdan sonra mən sayı burada qeyd etməliyəm axı. Sayımız nə olsun uşaqlar? Təkrarlanma olacaq deyə ən azı 1-dən çox olanda təkrarlanma olacaq da, doğrudur? O zaman sayı mən 1 götürürüm. Və maksimum təkrarlanma nə qədər olacaq? Onu bilmirik. Amma minimum 2 dənə olması lazımdır ki, düzü təkrarlama deyək də ona. Bir dənəyə təkrarlama deməyəcəyəm. Ona görə maksı da mən 1 götürürəm. Yəni 1-dən sonrakılar artıq təkrarlanma sayılacaq. Bunu yazdım və müqayisə aparıram burada. Deyirəm ki, əgər həmin bu say böyükdürsə maksdan, maks ay sağ ol, bərabərdir saya. Doğru? Bəs əks halda nə olacaq? Əks haldan burada yazacaq da yəqin ki. Əks halda sayı yenə təzədən resetləməliyik də, yəni. Baxın, məsələn, 7 gəldi, sayı hesabladı. 8 gələndə bunu sayı təzədən başlamalı. 8-ə gəlsə 8-dən olanları sıfırdan başlamalı saymağı. Aydın, yəni 1-dən. Aydındır? Ki 8, 7, 7, 8, sonra 9, 9, 9, 9 gəlibsə, orada hər dəfə resetləməlidir. Yəni ona görə bax, əgər bu ardıcıllıq pozuldusa, o zaman say 1 olacaq. Pozulmayacaqsa saya gedəcək və hər dəfə maksdan müqayisə aparacaq. Və buraya maksı yazmışkən, bunu da yazmalıyıq da, maks n nəyə bərabərdir? S-in elə i-ci indeksində duran element. Nədirsə, o həmin maks n olacaq. Və gəlirəm. Print. Nə yazıram? Max n. Dırnağın da ekranda görünməsini istəyirsə, bura bir dənə, daha doğrusu vergülün. Vergül qoyaq. Max və burada nə yazıram? Ədəd yazıq. Baxın uşaqlar, yoxlayaq bunu. Gəlirəm, yoxlayaq. Burada deyək ki, mən 8 dənə ədəd daxil edəcəm. 9, 63, təzədən 9, 9, 9, 6, 5, 14, 9 ədədi 3 dənə çıxdı. Düzdür? Baxın, burada da bilərəkdən 9 yazdım, ha. Onu sayma, bizə ardıcıl gələnlər lazım idi. Amma burada belə bir xəta olacaq. Məsələn, mən gəlirəm, belə bir şey yoxlayıram. Deyirəm ki, 5 dənə ədəd daxil edeyim. 63, 21, 589, 7, 4. Baxın, mənə belə bir xəta verdi. Max n yoxdur. Niyə? Çünki təkrarlanan bir element olacaqdısa, max n işləyəcəkdi. Düzdür? Buna görə max n işləmədi. Bir təkrarlanan yox. Ona görə xəta verdi. Bu zaman belə bir şey deyə bilərik. Max n bərabər elə deyərik ki, s-in 0-cı indeksdə duran elementi olsun. Amma mən 5, 8, 3, 4 daxil edəcəmsə, elə 5-i çıxardacaq. Bu da əslində tam cavab olmayacaq. Bunu ən yaxşısı belə yaza bilərik uşaqlar. If nə zaman işlədi? Ən azı 2-dən çox olanda, düzdür, təkrarlanan element olanda yəni. Yəni 1-dən çox olanda daha doğrusu. O zaman belə yazıram da, əgər if max böyükdürsə 1-dən, demək ki, təkrarlanma var. Təkrarlanma varsa, o zaman max n işləyəcək. Buna görə. Əks halda yaza bilərik ki, print, yəni təkrarlanan ardıcıl element yoxdur. Bu şəkildə yazıq. Uşaqlar, gəldik, yoxlayaq. Deməli, mən yenə 8 daxil edirəm. 6, 6, 3, 5, 5, 5, 2, 1. Və burada 6'lar təkrarlansa da bizə lazımdır. 5'ləri çıxartdı, 3 dənə. İndi bir dənə çalışdırıram. Gəlirəm. 5, 63, 25, 98, 14, nəfsə belə bir qiymətlər daxil elədik. Təkrarlanan ardıcıl element yoxdur. Ya da ardıcıl təkrar element yoxdur. Yəni bu artıq problem deyil də. Yəni cümlə necə qursanız. Belə uşaqlar, 30-cu sualın da izahı bu idi. Nəsə bir qaranlıq var. Çətinlik var. Uşaqlar, bunu mən yenidən yükləyəcəm. Ehtiyac olarsa bir daha baxın. Artıq bizim bundan sonraki yəqin ki, ümumi sınaq imtahanları olacaq. Çünki mövzular yekunlaşır. Ümumi sınaq imtahanları olacaq. Belə yekunlaşdıra bilərik.